Rayonu Buzovna qəsəbəsində gözəl elitli bir ərazidə sizlər üçün 23 sotda gözəl bir villamız satışdadır. Gördüyünüz kimi hal-hazırda küçəsini sizlərə çəkib göstərirəm. Gözəl plaşatkası var. Rahatlıqla maşınınızı saxlaya bilərsiniz. Hətta belə həyətinə də maşınınızı daxil edə bilərsiniz. Pulsla idarə olunan darvazası, bütün kommunallar var. Hörmətli izləyicilərimiz, həyətə daxil olduqda gördüyünüz kimi bu həyətimiz 23 sotdadır. Burada da bilənlər bilir ki, torpağın sotu 30.000 manatdır. Yəni Buzovna qəsəbəsində elə bir elitli ərazidədir ki, çox gözəl bir ərazidə yerləşir. Gördüyünüz kimi evimizin qarşısı göz qarşısındadır. İkinci mərtəbəsində balkonda kimi var. 2 mərtəbə üstü mansarddır. Həyətində çamaşırxanası və qazanxanası, basen. Burada gördüyünüz kimi bu böyük bir tikili letni mətbəxdir həyətində olan. Ümumilikdə bu tikili 140 kvadratdır. İçərisi isə 120 kvadratdır. Qarşısı şəbəkə stili pəncərə iləndir. Həyətində gözəl dekorativ ağaclar yerləşir. Hər birini sizlərə çəkib göstərəcəm. Arxasında isə hörmətli izləyicilər bağ bağçası mövcuddur. Bütün kommunallar da dediyim kimi var. Burada letni mətbəxin gördüyünüz kimi kombixanası mövcuddur və həyətində növbənöv meyvə ağacları var. Ev sahibi həyətində bağ bağça salıb. Hətta gördüyünüz kimi letni mətbəxdən arxasında həyətə giriş çıxış da mövcuddur. Üzüm tənəkləri hal-hazırda gördüyünüz kimi bar verən həyətində gilas ağacları mövcuddur. Burada böyük belə bir gözəl üzüm tənəyi. Qarşı tərəfdən də sizlərə çəkim göstərim bunu. Yəni dediyim kimi həyətdə növbənöv meyvə ağacları. Buradan qarşı tərəfdən də sizlərə çəkim göstəreyim. Bura həyətin arxasında olan bağı, bağçası. Qarşı tərəfi gördüyünüz kimi basendir və arxasında olan otaqları da sizlərə çəkib göstərəcəm. Burada ümumilikdə 90 kvadratlıq olan basenisi mövcuddur. Soyuq isti basendir. Orada filtrxanasında kimi basenin mövcuddur. Gördüyünüz kimi bu basen 90 kvadratdır. Evin arxa hissəsindən də sizlərə çəkim göstərim. Dediyim kimi bura letni mətbəx idi. Və hörmətli izləyicilərimiz, arxa hissəsində olan ehtiyat otaqları da sizlərə çəkib göstərəcəm. Bura isə basenlə çıxdınız. Bura sportdur. İdman zalı. Gördüyünüz kimi. Həyətində həqiqətən çox gözəl həyəti var. Gümrah bir həyəti var. Həyətində su quyusuna kimi mövcuddur. Bura isə hörmətli izləyicilərimiz qazanxanadır. Gördüyünüz kimi bütün evyə istilik sistemi, su sistemi buradan gedir. Buradan qalxaq. Bura həyətində olan çamaşırxanadır. Bura isə həyətində olan sanitar qovşaqdır. O da sizlərə çəkim göstəreyim. Burada isə gördüyünüz kimi buradan daxil olduqda bura hörmətli izləyicilərimiz həyətində olan çamaşırxanadır. Gördüyünüz kimi hər bir şərait də burada mövcuddur. Hətta burada balaca letni mətbəx də mövcuddur. Bura əslində çamaşırxanadır. Letni mətbəxi sizdə həyətdə çəkdim, göstərdim. Gördüyünüz kimi evimizin altı qarajdır. Ümumilikdə 380 kvadratdır. Bütün təhlükəsizlik sistemi müşahidə altındadır. Gördüyünüz kimi hər bir tərəfdə kameralardan mövcuddur. Rahatlıqla qarajına maşınınızı daxil edə bilərsiniz. Hətta evimiz yerdən 4 daş kürsülüdür. Yəni bu evimizin tikilisindən söz ola bilməz. Keçid edək indi inşallah evimizin içərisini sizlərə çəkim göstərim. Deməli, daxil olduq buradan evimizin içərisinə. Gördüyünüz kimi hörmətli izləyicilərimiz, hal-hazırda mən koridordayam, foyedə dayanmışam. Burada bu hal-hazırda birinci mərtəbəmizdə olan otaqlarda sizlərə hamısını çəkib göstərəcəm inşallah. Buradakı hər bir iş əl işidir hörmətli izləyicilərimiz. Ümumi kafelindən tutmuş divarlar və padalokuna belə bütün əl işləridir. Deməli, sağ tərəfdə ilk növbədən onu sizlərə çəkim göstərim. Burada qonaqlar ilə oturmaq üçün belə bir qonaq otağıdır. Gördüyünüz kimi əsas qonaq otağında sizlərə çəkib göstərəcəm. Hətta evdə sistem xarici ölkədən gəlib gördüyünüz kimi. Bu üçün kombidir. Buradan daxil olaq digər otaqlara.
Deməli, buradan qaraca giriş-çıxış mövcuddur. Buradan qaracdır və sağ tərəfdə sanitar qovşaqdır. Kabinasına kimi. Keçid edirik buradan evimizin içərisinə. Zal, studio, mətbəxdir. Gördüyünüz kimi. Dediyim kimi bütün əl işləridir. Yəni yerdə kafirlə tutmuş belə istiponlandır. Gördüyünüz kimi bu tərəflər. Bura qonaq otağıdır. Yəni əşyalar da hörmətli izləyicilərimiz danışıqdan asılıdır. İndi alıcının istəyinə uyğundur. Yəni əşyalar da razılıqla saxlamaq mümkündür. Gördüyünüz kimi dəyərli, qiymətli mətbəx mebeli quraşdırılıb. Burada yəni adicə evin çılçıraqları xaricdən gəlib. Onu da sizin nəzərinizə çatdırım. Buradan da qalxacaq indi inşallah evimizin ikinci mərtəbəsinə. Burada isə hörmətli izləyicilərimiz, burada kamera otağıdır, təhlükəsizlik kamera otağı. Burada isə evimizdə olan çamaşırxanasıdır. Gördüyünüz kimi. Və buradan qalxdıqda ikinci mərtəbəsinə gördüyünüz bu kafellər Çindən gəlib. Onu da sizin nəzərinizə çatdırım. Xarici ölkədən gəlib. Burada tikintinin 90% xarici ölkədən materialları ilə inşa olunub. İndi qalxaq evimizin ikinci mərtəbəsinə. Gördüyünüz kimi birinci mərtəbəsini sizlərə çəkib göstərdim. Qalxırıq buradan evimizin ikinci mərtəbəsinə. İkinci mərtəbəsinə qalxdıqda evimiz ümumilikdə ikinci mərtəbəsi 5 otaqdan ibarətdir. 5 otaqdan ibarətdir. Deməli, sağda yerləşir burada dərs otağıdır. Uşaqlar üçün gördüyünüz kimi nəzərdə tutulmuş bura dərs otağıdır. Hörmətli izləyicilərimiz burada. Və digər otaqları sizlərə çəkib göstərəcəm. 4 ailə üçün nəzərdə tutulmuş yataq otağı. Deməli, burada yerləşir birinci yataq otağı. Hətta buradan balkonda da çıxış mövcuddur. Digər otaqlardan da belə. Keçirik o birisi yataq otaqlarına. Burada yerləşir ikinci yataq otağı. Gördüyünüz kimi. Buradan ışıqlarını da yandırım sizlər üçün. Bura ikinci yataq otağı. Və ikinci yataq otağının qarşısında belə bura kladovkası və gördüyünüz kimi sanuzeli. Duş oyunu belə gördüyünüz kimi kabinası, hər bir şey, yəni buradakı materiallar dəyərli bir əşyalardır. Və sol tərəfdə isə hörmətli izləyicilərimiz terası. Hardasa burada ümumilikdə 40 kvadratdır. Gözəl, böyük bir teras mövcuddur. Deməli, sol tərəfdə 3-cü yataq otağıdır. Bura isə uşaqlar üçün nəzərdə tutulmuş 3-cü yataq otağı. Və bura isə 4-cü yataq otağı. Buradan ışıqlarını yandırım sizlər üçün. Bura 4-cü yataq otağıdır. Burada da koridorunda olan sanitar qovşaq. Gördüyünüz kimi asma tavanlandı belə. Qalxaq evimizin 3-cü mərtəbəsində terrasına. Qalxırıq buradan evimizin mansardına. Deməli, bura isə 3-cü mərtəbədir. Gördüyünüz kimi böyük belə bir mansarddır, hörmətli izləyicilərimiz. Deməli, burada televizoru gördüyünüz kimi, hətta burada da oturdurmaq üçün. Yəni, bütün quruq evimiz qoşudaşına inşa olunub. Onu da sizin nəzərinizə çatdırım. Yəni, tikilisinə yenə deyim sizə. Söz yola bilməz. Bura mansarda olan sanitar qovşaqdır. Bura isə hörmətli izləyicilərimiz gördüyünüz kimi ehtiyat balaca bir paltar otağıdır. Bura paltar otağıdır. Bu ev kimə maraqlıdırsa, hörmətli izləyicilərimiz, əlaqə nömrələrimiz səhifədə qeyd olunub. Kimlərə maraqlıdırsa bizlə əlaqə saxlayın, sizlərə məlumat verək. Ünvan da Xəzər rayonu Buzovna qəsəbəsində Musa Nağıyev küçəsində yerləşir. Elitli bir, gözəl bir ərazidədir. Qapısına kimi asfalt, ən gözəl bir yerdə yerləşir. Bizdən bu qədər. Hələlik sağ olun.